Elmara dərs demişəm. Nişabə mənimlə eyni çiyin-çiyinə işləmişəm. Elmar hamımız bilirik ki, evin tək evladıdır. Anamız da bizim xatirəmizdədir. Hər dəqiqə, hər saniyə gəlirdi Elmarın yanına. Çox sakin, danışdırsan danışdırar, danışardı, danışmasa danışmırdı. Hətta salam verdim. Dedim, Elmar salam, salam müəllimə utanırdı. Çox utancaq oğlan idi, həddindən artıq utancaq idi. Bizim də boynumuzun borcudur ki, bugün anamızı gəlib görmüşük. Sağ olun. Ancaq sağ olun. Allah köməyiniz olsun. Bu müəllimələr bizə tez-tez gəlir, tam səmimi. Allaha həmd olsun ki, mən bu günlər Allah mənə nəsib etdi, bir daha sizi gördüm. Allah sizi başımızdan əks eləməsin. Dualarınızı, oğullarınızı O qismət imiş də o zəmzəm suyu eşq sənə. olsun Azərbaycan analarına, eşq olsun Azərbaycan xalqına, eşq olsun Ali Başkomandana, Müzəffər Ordunun Ali Başkomandana, cümlə Azərbaycan xalqı, bizim əskərlərimiz, zabitlərimiz hal-hazırda